nəyi səhv elədiyinizi bilmədiyiniz üçün məncə imtahan sistemini dəyişdirmək istəyərdim. Görə də ADA Universiteti ayrıca bunun üçün 2 bina yaratmışdı. Dünyada ən çox problemlərdən biri olan qida problemidir. İxtisasda oxuyandan sonra həqiqətən də tələbələrin çox şansları olur bir çox yerlərdə. Salamlar hər kəsə. Mən Mələk Hüseynova, ADA Universitetində Food Technology üzrə təhsil alıram. Özüm bu ixtisasa 568,5 balla girmişəm və bu ixtisas ümumiyyətcə bizim universitetdə təzə açılmış fakültələrdən birisidir. Bu ixtisas 2023-cü ildə əslində İtalyan səfirliyi ilə bizim səfirlik arasında olan partnership deyə ingilisində sayəsində yaranıb və buna görə də ADA Universiteti ayrıca bunun üçün 2 bina yaratmışdı. Və 2024-cü ildə ilk dəfə DİM-in keçirdiyi sərgilərdə mən görmüşdüm. Əslində özüm kimya mühəndisliyinə hazırlaşırdım, ancaq həm balım çatmamışdı Bakı Ali məktəbinə, həm də ki özüm ADA Universitetinə qarşı daha maraqlı gəlirdi və orada belə ixtisası görəndən sonra başa düşdüm ki, daha önəmlidir belə deyim. 2024-cü ildə bu ixtisas ilk dəfə açıqlandı və mən də buranı yazdım. İlk tələbələrdən birisiyəm. Hətta mən girən ildə bu fakültə üzrə ən yüksək, yəni DİM tərəfdən ən yüksək bal toplanan insan mənəm. Özümdən bu qədər. İstəsə suallara başlaya bilərik. Bu universitet və ixtisas haqqında sizə ən çox verilən sual nə olub? Əslində bu bizim ölkəmizdə olan mentalitetdən başlamaq istəyirəm. Bizim ölkədə insanlar daha çox kompüter mühəndisliyi və ya həkim, polislik və hüquqşünas ixtisaslarına maraqlanır və mənə ən çox verilən suallardan biri bu olub ki, məncə sən ADA-ya girmək üçün müsahibə ixtisası yazmısan. Sonra sən bu ixtisasda oxuyaraq nə iş qazanacaqsan, harda iş tapacaqsan, gedib özün yemək bişirəcəksən. Hətta bunu mənə ciddi soruşanlar olub. Daha çox da mənim yaşımda olan insanlar soruşurdu. Dördüncü olaraq deyirdilər ki, bəs yəni o ixtisas nədir ki, yəni orada harda inkişaf eləyib, heç yəni Azərbaycanda elə şeylər yoxdur. O isə ki, əslində məncə dünyada ən çox problemlərdən biri olan qida problemidir. Ona görə də bu ixtisas seçməyimin səbəblərindən birisi də ölkəmizdə olan bu mütəxəssislər yetişdirməkdir. Yəni belə, mənə ən çox verilən suallardan bunlar olub. Bu universitetdə və ixtisasda oxumağın ən böyük üstünlüyü nədir? Ən böyük üstünlüyü budur ki, birinci dediyim kimi təbii ki də İtaliyanın fərqli universitetləri ilə partnership qurulub ixtisaslar yaranıb. Mənim oxuduğum fakültə Bologna Universiteti tərəfindən keçirilir belə deyim. Oradan bəzən professorlar gəlir, öz işlərindən, müəllimliyindən və s. danışırlar və ikinci olaraq da ki bizim təhsil sistemi Avropa təhsil sistemi olduğu üçün Bolognanın demək olar ki bütün dərs sistemi bizim fakültədə keçirilir. Yəni orada məsələn deyək ki, birinci kursda biokimya keçirilirsə, o bizə də keçirilir. Demək olar ki eyni proqramdır. Üçüncü olaraq da ki bu ixtisasda oxuyandan sonra həqiqətən də tələbələrin çox şansları olur bir çox yerlərdə. Çünki bu fakültənin müəllimləri artıq demək olar ki bizim iş yerimizi tam hazırlayırlar. Çünki biz fərqli rayonlara getmişdik. Hansı ki onlar həqiqətən də çox böyük bir fabriklər idi. Düzdür adlarını tam xatırlamıram. Ancaq yəni artıq demək olar ki orada bütün işçilər demişdi ki, o siz ADA Universitetindən gəlmisiniz. Deməli həqiqətən də yaxşı təhsil alacaqsınız. Ona görə də həqiqətən də işlə də təmin olunur. Təcrübəsi də çox yaxşı olur. Yəni dediyim kimi fərqli laboratoriyalar olur. Yəni 20-dən çox laboratoriya var universitetdə və həqiqətən də hamısı çox üstün səviyyədə olan cihazlarla olur. Biz bir dəfə gəzmişdik və həqiqətən də gördük ki, o cihazları demək olar ki, mən ömrümdə görməmişdim. Üstünlüklər bunlardır. Bu ixtisasda oxumaq sizi hansı cəhətdən inkişaf etdirir? Bizim universitetin demək olar ki, ən böyük üstünlüklərindən biri də ki, sosial həyatın çox yaxşı olmasıdır. Dost ortamı fərqli olur. O insanlarla vaxt keçəndə həqiqətən insan özünü inkişaf elətdirmiş olur. Yəni bildiyiniz kimi bizim universitetdə yəni qrup söhbəti yoxdur. Yəni 4 il eyni insanlarla oxumuruq və hər semestr fərqli dərslərdə fərqli insanlar görürük və fərqli insanlar görəndə insan fərqli perspektivlər də qazanır. Üstünlüyü bu olar. İkincisi də ki, müəllimlərin həqiqətən də çox yaxşı olmasıdır. Yəni hamısı həqiqətən də çox prestijli universitetlərdən oxuyub gəlmiş və həqiqətən də pedaqoji fəaliyyətləri çox yaxşı olan insanlardır. Yəni mən sadəcə öz ixtisasımda yox, fərqli ixtisasların dərslərini də götürüb onlardan da fərqli bilgilər öyrənə bilirəm. Belə fərqlər bunlar olardı. Bu universiteti və ixtisası seçən biri nəyi bilməlidir? Nəyi bilməlidir? Həqiqətən önündə uzun bir karyerasının olacağından əmin olmalıdır. Əmin ola bilər ki, müəllimlərimiz daha doğrusu çox dəstək olacaqlar hər bir sahədə. Üçüncü olaraq da əmin olsunlar ki, yayda, yəni əsasda 3-cü, 4-cü kurslarda əmin olsunlar ki, yayda demək olar ki, bütün rayonlarda olacaqlar. Çünki təzə dərsə başlayanda sentyabrın başı müəllimimiz demişdi ki, yəni siz əsas ilə keçəndən sonra əmin olun ki, siz çox rayon keçəcəksiniz və çox praktikalarınız olacaq. Universitetinizdə nəyi dəyişmək istəyərdiniz? Məncə imtahan sistemini dəyişdirmək istəyərdim. Necə? Yəni semestr ortası imtahandır və o imtahanı siz səhv eləmisiniz. Yəni bilmək istəyirsiniz ki, səhv nədir və mən finalda bunu təkrar
qocalamaq istəmirəm deyirsiniz özünüzə. Amma bəzi müəllimlər məsələn buna icazə vermir. Yəni desək ki, telefonu qoyuruq kənara, ofisinizə gəlirik, tək olacağıq. Yəni həqiqətən inandınız, yəni də icazə vermirlər. Nə səhv elədiyinizi heç bilmirsiniz. Yəni bunu dəyişdirmək istəyərdim. Həqiqətən də bu çox təsir eləyir. Final imtahanlarında, yəni o səhv eləyirsə, amma o nəyi səhv elədiyinizi bilmədiyiniz üçün o hansı problemin olduğunuzu da bilmirsiniz. Yəni bunu dəyişdirmək istəyirəm. Amma təbii ki, bu bütün müəllimlərə, bütün imtahanlara aid deyil. Amma bir çox demək olar ki, 80% müəllimlər belədir. Yəni qoymurlar. Bax. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdi? Birincisi sizə təşəkkür edirəm mənə dəvət elədiniz. Abonentlərə nə demək istəyərdim? Birincisi həqiqətən çox çalışın, nə olursa olsun və hər hansı bir dərs olsun, hər hansı nə bilim kitabçalarda olan sual olsun. Əgər o suallarda və ya o dərslərdə probleminiz varsa, zəifliyiniz varsa, mütləq onun üzərinə düşün və çalışın dim imtahanını gözünüzdə çox böyütməyin. Çünki həqiqətən də böyüdüləcək və ya narahat olacaq bir imtahan deyil. Düz normal olaraq hamı düşünür ki, sən artıq universitetdəsən deyə belə deyirsən, deyirlər, amma əslində bu yanlış düşüncədir. Yəni gözünüzdə böyütməyin və sadəcə davamlı olaraq çalışın. Hər hansı bir probleminiz olanda mütləq müəllimlərinizə sual verməkdən çəkinməyin. Bəzi tələbələr var idi, məsələn mənim hazırlıq yoldaşlarım müəllimlərə sual verməkdən qorxurdu. Deyir, ay müəllim məni əsəbləşər və s. Bunu düşünməyin. Yəni sual verməkdən çəkinməyin. Mən məsələn heç vaxt çəkinməmişəm. Yəni, hər bir sualımı verirdim və ona görə də özümü çox inkişaf etdirdim bəzi dərslərdə. Sizə uğurlar diləyirəm. Ümid edirəm istədiyiniz ixtisasda, istədiyiniz universitetdə oxuyarsınız. Uğurlar.